dedilər mənə ki, qapıya kamera ilə gəl. Bilmirəm niyə. Gedək gör. Haycan. Ay kızım aldı. Teşekkür ederim. Çok sağ ol. Makerim seni. Çok sağ ol. Ne güzeldi bu. Are you gonna sing happy birthday? Restoran yapıyorsun. Pamad alacak sana. Aycan. Gül yubqamı dəyişək. Gül yubqanı giyinirsən. Çəhrayını. Hə? Giyim onu gətirim onu giyin. Güzel oldun sən. Qəşəng balam. Güzəlimdir mənim. Neyinirsən? Aferin sənə. Aferin. Seyirciden de bir şey sesi çıkardı. Müəllimlər de yeni bir şey oldu. Demeyəm. Öğrendirdiğim bir şey. Biz bir yer de bu. İki yapıl. Ha başına tarafı satıcı. Xoşuma gəlir. Cu. Təminə. Cause this is Africa. Canga, canga, tamina mina zangaleva. Cause this is Africa. Aycan. Bu da oturmuştu, bu da yer yoktu. Ama nerede? Saçkala. It was YouTube. It was my phone. Sakaleva. Bayaq deyir ki, ömrü dökəcəm. Dökəcəm deməyini bildim ki, bu nənədən eşitdim. Bağçada bu adi adamdan eşitsəydi, bu dökəcəm olmayacaq, döyəcəm olacaqdı. Ömrü dökəcəm. Nənə də deyil axı. Döyəcəyəm. Yox, bu dökəcəm zat deyil. Bax, bu bir kökünlə döyürəm dökəcəm bəs. Biz döyəcəyəm. Bakılar deyir axı. Dökəcəm demir. Dökəcəm. Döyəcəm deyir. Yox, bu deyir dökəcəm. Aycan. Ağırdı sənə. Yaxşı. Aferin sənə. Sizi ürətdin öbür gülara nə çökmür? Bir inanılmaz dodağın qoy. Kral, Bəli. bu 50 manatı verirəm Ay sənə. sağ olun, cibiniz dolu olsun verin. Həmişə pul verərsiniz. Bax, mənim uşağım nə tortu istəyir, Tort nə edirəm? Mən də mənə verirsin. yox, sənə vermirəm. Nə edirəm? Düş azda da. Hardan saxlayayım? Hara Sən gedim? necə eləyik? Gəlcək də, gəlcək. O biraz deyəcək. Şeydə almasının yanında çalsın ya. Dedi, burada, bu yolla get. Baba işte. Soru çalsınlar istəsə ondan. Deyirəm, hara çıxırdı? Şokolat vereceğim. Şunlar bu nəyin yanına çıxırdı? Deyirəm. Yox, yox, onun Yer var qabağında orada. yer var, bax, ver onun qabağına. Yapmış. Çıxdı səkiyə, eylə. Benim. Mən niyə özüm olursun? Bak kebiydi. Hə, qəpikdir. Düşür de. Düşdü yerə. Atarsan bankaya. Nə ağıllı adamdır. Bunun da Cibinə içinde işləyir, var. anası kimi deyil. Haqqımı yemə. Haqqı yemirəm elə, düz deyiləm, o bilir, bax, atası. Hər addımda şey eləyir, atası. Sən bankamızı axıraq, bax, nənədən alır, Çana. sən eləmirsən. Bax, çəkmişəm, amma paylaşacağam bunu Yox, vlogumda. bax, düz deyirəm də, bax, nənə sənə pul vermişdi. Aha. Getdin ən ucuzlu tortu seçdin. Ucuzlu tortu seçmədim, sayımıza görə seçdim. Nənə deyir ki, qəşəng yekəsini alardı. Yekəsini alıb, qızım olsaydı deyəcəkdi, nənə verir bunu. Davay, bir dənə də alarıq. yox, tort istəmirəm. Verim yəni, qızım yaxşı da bu arada. Qəpik də olsa götürür, apara evə atır. Başı çıxmır, bilsə o şeydir. O manat gəlib bir dəfə manat atım yanında, bilsin ki manatı da atmaq lazım. İndi elə bir ancaq qəpik atırlar. Son nədən manatlar alam. Aferin sən, aferin. İtirmə də, itirmə. Sana alacağım. Yaxşı, çox sağ ol. Mən səni alacağam. Az kalmayayım. Az qalmayıb. Nə qalır? Ahırıncı kalmayayım. Axırıncı qalır. Vallahi bu xoşu gəlir, axırıncı qalsın. Sizin manatı. Bir gözlə, qoy çıxsın, sonra sən git. Zamını.
Peki bu. Soyun. Soyun ürəyi. Uşaq çünkü Nə yaxşı? Aparıq şeye. bankova. Nereden götürür? Şirin gəzirdi mən. Ona görə yubandım. Yalnızca ama bizim öyle konağımız geldi. Yani elisme bak, mangal salatı. Bu bax natural deyil. Bax gözü məndədir bax. Əl çəkmir ki. Ananın yanında. Yaxşı. Bax. Mama gedəcəksən narahat olma. Yolun tapacağım meyli. Ay can. Sənin banklı paltarın bulanmasın. Ay can. Ha, gəl. Gəl. Oradan keçəməzsən. Gəl bu yana. Oradan yox. Gəl bu yana. Gəl bura. Ha. Ha. Sen Barbie'sin. Yaxşı gəldi dayanıb bunda. Əvvəl heç dayanmırdı. Əvvəl dayanmırdı atada. Şuna qurban. Şey belə eləyir ha. Gülnaz gəlib bir gün düşdü. Ay kız. Onu yiyə bilməyəcəksən sən. Turşu var tərkibində. Narazı balasıdır bu. Vallahi. Onu da sudan Onu baxsa yaxşı yemək. Yox, baxın görüş yemək yeyir, ancaq dəxtsiz şeylər, tələbəzi meyvə. Axı şey olmaz ana ya. Ayaz. Çaşırmayın, özü çaşacaq. Hara gəlsən? Ətəsi gedir ora. Spice heç nə olmaz oynayıb da, keçir oradan bax. Hep belə elədi, bax, oynayıb. Bax, mən gördük qaydacaq, amma bu boyda yerdən o sarpaş adamlar üçün, bu boyda yerdən düşənmir, elə birisi şeydir. Gedir. Ha, bildi. Əssə. Öyle düşdün, təbəs düşdün. Aferin. Sənə qurban. Yenirlər. Ağzını sildi. Dedim ona ağzını sildi. Metrat mı ağzını? Sil. Hey, eləmə elə şeylər. Qoy yeməğimizi yeyək sonra. Ayaz bax mənə çağır onu. O sigirlər orada olur. Elə bir dənə çağır onu Ayaz baxsın. Ayaz. Bir baxıyaq ana üçün. Ay, yaxdırım, yox, tutmuşsun. Gel limon verin Ayaq sana da yox. Ayaz gel. Otur baxıyaq ana üçün. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday, mami. Ha üfür. Aferin. Təbriklər. Çox sağ olun. Bugün 29 yaşım tamam oldu. Düzünü desəm, bu rəqəmi demək belə içimdə qəribə bir hiss oyadır. Sanki bir tərəfim bax necə tez keçdi deyir, digər tərəfim isə şükür nə yaxşı ki bu günlərə gəldim deyə pıçıldayır. Bugünün ən xüsusi hissələrindən biri də aldığım amma çoxunu paylaşa bilmədiyim təbriklər oldu. Gecə 12-də gələn zənglər, mesajlar, statuslar, onları görmək məni çox kövrətdi. Çünki insanın doğulduğu ailədən sonra başqa ürəklərdə də yer tapması izahı çətin, amma çox dəyərli bir hisdir. Artıq bir şeyi çox yaxşı anlayıram. Hər kəs sənin həyatında eyni yeri tutmur və tutmalı da deyil. Kim səninlədirsə, səni anlayırsa kifayətdir. Qalanı isə sadəcə həyatın bir hissəsidir. Bugün mən olanlara baxdım və yenə də şükür etdim. 29 il. Bu illərin hər birində fərqli bir mən yaşamışam. Uşaq olmuşam, heç nədən xəbəri olmayan, xəyal quran, tez inciyən, tez də unudan. Uşaq ikən böyümüşəm, həyatın nə qədər çətin, amma eyni zamanda da nə qədər gözəl olduğunu öyrənmişəm. Bəzən büdrəmişəm, bəzən də həyat mənə 7 dəfə yıxılıb 8-cidə qalxmağı öyrədib. Bu 29 ilin içində ən çox öyrəndiyim şey isə budur. Həyat planladığımız kimi getmir, amma bəlkə də məhz bu səbəbdən də gözəldir. Bugün geriyə baxanda içimdə yalnız bir his var.
Şükür, sahib olduqlarıma görə, itirdiklərimi mənə öyrətdiklərinə görə, qarşıma çıxan insanlara görə və ən əsası bugünkü mənə çevrildiyim üçün. Bəzən kövrəlirəm, çünki zamanın necə sürətlə keçdiyini hiss edirəm. Amma eyni zamanda da qəlbim dolur, daşır. Çünki bu illər mənə çox şey qazandırdı. Sevməyi, səbr etməyi, gözləməyi, qəbul etməyi. 29 yaş, mən artıq əvvəlki mən deyiləm. Daha sakitəm, daha anlayışlıyam və həmişəkindən daha çox şükür edənəm. Hər şeyin mükəmməl olmasına ehtiyac olmadığını öyrənmişəm. Sadəcə var olmaq, nəfəs almaq və sevdiklərinlə birlikdə olmaq bəzən ən böyük xoşbəxtlik. Və bu yeni yaşımda özümə bir söz verirəm. Daha az tələsmək, həyatı daha çox doya-doya yaşamaq, daha çox sevmək və daha çox şükür etmək. Yaxşı ki yaşadım, yaxşı ki bugünə gəldim. Xoş gəldin 29.